Tibb müəssisələrində tibbi xidmət alan vətəndaşların hüquqları nədən ibarətdir? Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən pasiyentin hüquqları aşağıdakılardır. Müvafiq diplom və sertifikata malik olan tibb heyəti tərəfindən müayinə və müalicə olunmaq, təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə profilaktika mütəxəssisini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələrin aparılmasını tələb etmək, tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, tibbi müdaxilədən imtina etmək, hüquq və vəzifələri haqqında sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək, daxili qaydalar pozulmamaq şərti ilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda o, müalicə profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.